1. Yoncanı indi al. Elə günü sabah get al. Uzağı ikinci üzü biçilən kimi al yığ gətir qış tədarükün hazır olsun. Qışda da deməyəsən ki qapalıda qoyun sərf eləmir. 7-8 manata yonca alıb yedirirəm. Hə başa düşürəm. Pulun yoxdur. Götür 2-3 qoyun sat. Həmən al. Qoyunu payızda qışda eyni qiymətə alıb qoyarsan yerinə. Amma yoncanı ala bilməyəcəksin. Ən vacib məqamlardan biri də düzgün qoç seçimidir. Yaxşı bir sürüyə sahib olmaq istəyirsənsə, bax bu videoda necə bir qoç seçimi etmək lazımdır danışacağım. Dostlar salam, hər vaxtınız xeyirli, bərəkətli olsun. Bugün sizə qoyunçuluqda iki çox vacib şeydən danışacağım. Videoya keçmədən öncə hələ də baxıb abunə olmayanlara abunə olub bəyənib paylaşmağınızı xahiş edirəm. Öncədən də təşəkkür edirəm. Bəli, anonsda gördüyünüz kimi mövzu yem və düzgün qoç seçimidir. Birinci hissədə necə etməliyik ki, yem xərcləri ucuza gəlsin və hansı yemlə hansı yemin qarışımı faydalı və ucuza başa gəlir. Bu qaydalar ən çox qapalı baxmaq istəyənlərə bilməsi çox vacibdir. Nələr etməliyik? Öncə bir bunu öyrənək bilək. Gələn videolarda da qoyun başına düşən miqdardan, qarışımların çəkisi və ölçüsü haqqında danışıb öyrənək. İkinci hissə isə istər qapalı, istər otlaq fərq etmir. Qoyunçuluğun ən vacib şərtidir. Sürüyə necə bir qoç seçmək lazım olduğu haqqında bilmək. Hazırsınızsa başlayaq. 1. Yoncanı indi al. Elə günü sabah get al. Uzağı ikinci üzü biçilən kimi al yığ gətir qış tədarükün hazır olsun. Qışda da deməyəsən ki qapalıda qoyun sərf eləmir. 7-8 manata yonca alıb yedirirəm. Hə başa düşürəm. Pulun yoxdur. Götür 2-3 qoyun sat. Həmən al. Qoyunu payızda qışda eyni qiymətə alıb qoyarsan yerinə. Amma yoncanı ala bilməyəcəksən. Sonra bilsəydim, edərdim demə. 2. Əgər yonca bahadır, mən adi çəmən, çayır otu alıb baxacam deyirsənsə, yenə də o otu da indi al. Ucuz vaxtı. Amma sadəcə o otla qapalı qoyunçuluq olmaz. Əlavə müxtəlif vitamin, mineral və proteinlə zəngin dənli bitkilər də alıb yığmalısan. Belə ki, yonca ilə baxanda sənə bir tək arpa yetərlidir. Bir də flaşik zamanı 15 gün arpaya buğda qatıb verilsə bəs edir. Amma sadə otla baxacaqsansa mütləq yem qarışığın olmalıdır. Arpa, qarğıdalı, günəbaxanı, jımıxı kimi ən azı və bunu günlük rasiona əlavə etməlisən. Məncə bu gəlib yoncadan da baha çıxır. Ümumi götürəndə isə yenə eyni qiymətə gəlir. Çünki qapalı sistemdə qoyunun boş dönəmi az olur. Demək olar ki, ilin 6-7 ayı yem verilir. Çünki biz qapalıda lap ildə 2 bala yox, 2 ildə 3 bala alsaq, yəni 8 aydan bir. Bu zaman belə bir hesab aparaq. Deyək qoyun bugün doğub. Təbii ki, bir ay bütün gün arpa yemi ilə balaya yaxşı baxsın deyə bəsləyirik. Sonra 15-20 gündə arpa buğda qarışımı edib qızışma dönəminə gətiririk. Təxmini 2 ay belə yem verdikmi, sonra bir ayda yemi azatsaq da yarıya endirib yenə arpa veririk. Beləliklə İlk doğumdan artıq 3 ay yem verildi. Sonra 2-3 ay sadə otla baxdıqdan sonra doğuma 1 ay qalmış. Yenə yem şərtdir ki, qarnında bala yaxşı inkişaf etsin. Demək nə oldu? 8 aydan 4'ü yemləməli oldu. Sonra doğum olur, eyni şeyi təkrar edirik. Bu dəfə o 4 ay yemləmənin 3'ü bu ilə düşür, biri keçir növbəti ilə. Beləliklə nə oldu? İlin 7 ayını yem vermə məcburiyyətində oluruq. Bu da əməlli başlı bir xərcdir. Ona görə çalışıb, məcburən o tür yemi indi ucuz vaxtında almalıyıq. Amma da bu xərclər səni qorxutmasın. Qapalıda ilə minimal 2.5 quzu götürəcəksən. Ən pis cins olsa belə bunun da yenə bir quzusu tam qazancın olacaq. Bütün xərclər çıxdıqda, lakin 2 il seçmələr edərək yaxşı verimli qoyunlarla sürü düzəltsən, ildə minimal 3 quzu varındır. Bununla da yenə 1.5 bütün xərcləri çıxdıqdan sonra qazancındır. Yəni 100 qoyundan 150 quzu təmiz qazancın. Onu da satmayıb saxlasan, damazlıq, toxumluq olanı seçmə yaxşı qiymətdən versən, yerdə qalanı da bordaq edib satsan, əlavə
təcrübədən 2 qat qazanc. Daha nə istəyirsən? Bu qazanc sabah gedib otunu yemini alsandır. Yoxsa bu qazanc yarı-yarıya düşə bilər. Həftəlik, aylıq, günlük ot yem alıb versən. Qoyun bərəkətli bir heyvandır. Əziyyəti olsa da sahibini utandırmayan bir təsərrüfatdır. Sevimli də bir heyvandır. Lakin biraz gerçəkçi olaq ki, bu işə başlamaq istəyən kimsə heyvan sevgisinə görə başlamır. Hər kəs pul qazanmaq fikrində. 5 qoyun alıb başlamaq istəyən də, 50 qoyun alıb başlayan da. Bu da təbii ki, normaldır və hər kəs də zəhmətinin bəhrəsini görməlidir. Amma bəzi vaxtlarda insanlar ya bilmədiyindən, ya da biraz simislik etdiyindən o fikrində tutduğu qazancı ala bilmir. Ona görə də nə qədər çox bilib, çox məlumatlı olsaq, o qədər də qazancımızı düşündüyümüz səviyyəyə gətirib çıxartmaq şansımız var. Az öncə söhbət etdiyim yem, ot nə qədər sezonunda alması vacib olduğu kimi, bu məsələ də çox vacibdir. 5-10 qoyun alıb başlasan da, 50-100 alıb başlasan da sürüyə qoç seçimi düzgün etməlisən. Bunu əvvəllər də demişəm. Qoyun alanda ucuz qoyun da ala bilərsən. Amma qoç alarkən simislik etmək olmaz. Simislik olmaz dedim, amma da o demək deyil ki, kimsə baha verirsə elə gözünü yum al. Yox, düzgün toxumluq necə olmalıdır bilmək lazımdır. Burada da diqqət etməmiz şey nədir? Doğrudur, aktivlik, boy, görünüş bu da önəmlidir. Bu öz yerində. Lakin bəzi vaxtlarda insanlar boyuna, çəkisinə, quyruğuna baxır, aldanır. Toxumluq alacağın qoçun, yəni bu bizim bu yağlı quyruq yerli cinslərə aiddir. O meronoz falan deyil. Qoçun quyruq forması çox önəmlidir. İri sallaq quyruq qoçdan toxumluq olmaz. Niyə onu da deyəcəm. Əvvəl necə olmalıdır onu deyim. Bax, mənim bu qoçum tam bir idealdır. Quyruq aşağı sallanmamalı, orta hissəsi yarıq olmalı. Yan hissələrə enli ola bilər. Bax, görürsünüz hisar cinsi necədir? Dik quyruq yuxarıda, orta yarıq və bu niyə belə olmalıdır? Çünki doğulan quzu qoç güclü, qoyun zəifsə o heç %100 qoça çəkəcək. Yox, qoyun da orijinal cinsdirsə, quzu ən çox baş və quyruq hissəsi yenə qoça çəkəcək. Əgər sallaq və ortası bağlı, yağlı quyruqlu quzular doğulacaqsa, o quzulardan sənə damazlıq olmaz. Hamısı qəssablıqdır. Niyə? Çünki qoça gəlmə problemləri olacaq. Hər qoç sürə bilməyəcək. Bir neçə dəfə də tutmayıb təkrar qoça gələn heyvan da pozulacaq. Görürsünüz, buna görədir ki, dünyanın inkişaf etmiş ölkələrində merinos sortlara üstünlük verilir. Yağlı quyruq olmadığından heç bir qoça gəlmə, doğum problemi olmur. Lakin bizdə əsas tələbat yağlı quyruq qoyunlara olduğundan biz də öz yerli cinslərə üstünlük veririk. Qəssabın nə vecinə təsərrüfatçı ildə 2 bala aldı, ya 2 ildə 1 bala. Amma təsərrüfatçı qazanmadıqdan sonra niyə əziyyət çəksin ki? O yüzden bu qoç seçiminə çox diqqət etmək lazımdır. İstər başqa təsərrüfatdan al, istər öz quzularından seç. Toxumluq seçərkən buna diqqət et ki, ondan aldığın quzular da damazlığa %100 yararlı və verimli olsun. Yeni bir videoda, yeni mövzuda görüşənə dək xoşça qalın, sağ olun.